Olsun, əziz və hörmətli Azərbaycanın dəyərli insanları, şəhid qazi veteran ailəsi. Biz bugün Ulu Öndərin, mərhum Heydər Əliyevin büstü önündə 11 nömrəli məktəbin direktoru və onun tələbələri sayğı duruşu ilə Ulu Öndərə öz hörmətlərini göstərirlər. Allah mərhum Heydər Əliyevə qəni-qəni rəhmət eləsin və mən əlbəttə ki, məktəbimizin direktoruna müsahibə götürəcəm sizlər üçün. Gördüyünüz kimi bizim gələcək bu övladların əlində olduğu üçün onun siyasi kursunu keçən Azərbaycan Respublikanın Ali Başkomandanın, Müzəffər Ordunun Ali Başkomandanı bu övladları üçün biz çalışacağıq ki, hər zaman onların yaxşı yaşaması üçün sayğı, hörmət, sevgi göstərək bu xalqa. Əlbəttə ki, bu daimi yaşayacağıq bu halı. Heç bir zamanda Ulu Öndər unudulmayacaq, qəlbimizdə daimi yaşayacaq. Allah qəni-qəni rəhmət eləsin Ulu Öndərə. Heydər Əliyev siyasi arenada, dünyada iz qoymuş mərhum Heydər Əliyevi hər biriniz görün və bilin ki, biz Azərbaycan xalqı bu yolda gedirik. Və əlbəttə ki, Azərbaycan Respublikasının hər bir şəhər və bölgəsində Heydər Əliyev mərkəzi var. Orada biz əlbəttə ki, tədbirlər keçirilir. Orada vətənpərvər ruhunda yaşanan bütün nə varsa hamısı xalqa çatdırılır. Və təbliğatı düzgün aparaq, çalışaq ki, övladlarımızı düzgün yetişdirək, onlara sayğı, sevgi göstərək. Allah hər birinin canını sağ eləsin bu yolda addımlayanları. Gördüyünüz kimi tələbələrimiz Heydər Əliyev mərkəzində mərhum Heydər Əliyevin anım günü münasibəti ilə əlbəttə ki, onu yad etmək üçün toplaşıblar. Sağ olsunlar, var olsunlar. Bu günlərin tədbir olacaq. Salam əleykim şəhid qardaşı, necəsiniz? Salam əleykim Qarabağın dəyərli oğulları, necəsiniz? Nətərsiniz? Salam əleykim, xoş gördük. Mən bir şəhid qardaşından sizlər üçün müsahibə alacağım. Bilirsiniz, Üç Qardaş proqramının şəhid qazi veteran ailəsi hər zaman daimi xalqın yanındadır və sizə mən milli qəhrəmanın qardaşı ilə tanış edəcəm və xahiş edirəm ki, özü təqdimat versin. Buyur əziz qardaş, xoş gördük. Xalq üçün, millət üçün öz sözlərinizi buyurun. Milli qəhrəman qardaşım Ağayev Telman. Biraz möhkəm danış, xahiş edirəm. Mən Heydər mərkəzində çalışıram 7 ildir. Belə nə deyim? Buyur, buyur. Nə deyim yəni? Yəni bugün tədbir ondan ibarətdir ki, Ulu Öndəri xatırlayırıq, onun mərhum Heydər Əliyevi. Bəli, nəinki bugün, bu həftə ərzində ümumiyyətlə axın çox böyükdür, sağ olsunlar. Yəni o məktəblər, bağçalar, körpələr evi hamısı axından özünüzdə görürsünüz. Azərbaycan yəni bu gün səhərdən saat 9-dan gəlirlər, gedirlər. Çox gözəl. Yəni ki, aktivlik var da, yəni Ulu Öndərə olan sayğıya görə aktivlik var, həmd olsun Allaha və sizə mən sonunda bir xahişim var ki, siz bu xalqa nə arzu edərdiniz? Şəhid qardaşı, milli qəhrəmanın qardaşı. Çox sağ olun, Allah şəhidlərə rəhmət eləsin, Allah qazilərimizə şəfa versin, veteranlarımıza can sağlığı versin, başta Ulu Öndərimiz olmaq şərtilə xalqımıza əmrəmanı, firavanı arzulayıram. Heç vaxt mağdur olmasın bir daha. Allah canınızı sağ olsun. Allah sizdən razı olsun. Bizə verdiyiniz müsahibəyə görə təşəkkür edirəm, əziz və dostlar. Gördüyünüz kimi mərhum Heydər Əliyev Azərbaycanın banisi məhz bizim üçün dünya Azərbaycanlarını, bu gözəl yurdumuzu, Azərbaycan torpağını öz siyasi kursu ilə davam etdirən cənab prezident, onun əyanı olaraq siyasətinin davamçısı cənab prezidentə minnət və təşəkkürümü bildirirəm və onun atası bizim hamımızın böyüyümüz, Ulu Öndərimiz mərhum Heydər Əliyevə qəni-qəni rəhmət diləyirəm. Allah ona rəhmət eləsin, ruhu şad olsun deyirəm. Bu tədbirlər qoşulanlara minnət və təşəkkürümü bildirirəm. Azərbaycanı sevənlər, Ulu Öndəri sevənlər, gəlin bərabər olaq, bir yolaq, bərabər Azərbaycanımızı, çiçəklənən Azərbaycanımızı yaşadaq.